Zəfər günü mübarək Azərbaycan. Bildiyiniz kimi şəhərin mərkəzində Azadlıq meydanında Zəfər günü münasibəti ilə möhtəşəm parad təşkil olunub. İnsanlar balacadan böyüyə kimi möhtəşəm Zəfər paradında iştirak etmək üçün Azadlıq meydanına axışırlar. Biz bu günü şəhidlərimizə, qazilərimizə və cənab prezident İlham Əliyevə borcluyuq. Zəfər bayramın mübarək olsun Azərbaycan xalqı. Biz bugünkü günü borcluyuq şəhidlərimizə, qazilərimizə. Allah onlara rəhmət eləsin, qazilərə can sağlığı versin. Yəni bir gün qürur durucu bir andır, gözəl bir gündür, özəl bir gündür. Yəni bunu qəhərləməsi mümkün deyil. Yəni o anı biz yaşamışıq, görmüşük, xidmət edirik. Azərbaycan ordusuna eşq olsun, yaşasın Azərbaycan xalqı. Məktəbdə bununla bağlı biz əksində aksanla keçdik. Çox qəşəng tədbir idi, çox bəyəndim. Zəfər günü münasibətilə bəs nə demək istərsən? Zəfər günü münasibəti ilə bütün şəhərlərimizi rəhmət edirəm. Allah onların məkanını cənnət eləsin, rəhmət eləsin. Zəfər günümüzdür. Zəfər günümüzdən 5 il ötür. Yəqin ki, o dövrdə 1-ci Qarabağ müharibəsində görmüş bir insan kimi Zəfər günü münasibəti ilə hansı ürək sözlər bizi demək istərdiniz? Ürək sözlərim ondan ibarətdir qızım. Şəhərlərimizə qəni-qəni Allah rəhmət eləsin. Qazilərimizə can sağlığı, xalqımı təbrik edirəm. Bayramımız mübarək. Hamını təbrik edirəm. Bütün Azərbaycan xalqını təbrik edirəm. Cənab prezidentimiz başda olmaqla. Başqa nələr deyə bilərsiniz? Heç nə, ən gözəl gündür. Zəfər günümüzdür, bayramımızdır. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı, veteranlarımıza can sağlığı versin. Bu Zəfər günü münasibəti ilə cənab prezidentimizi təbrik edirəm. Həmişə belə uğurlarımız bol olsun, gözəl olsun. Həmişə qələbinə olar. Allahdan şəhidlərimizə qəni-qəni rəhmət diləyirəm. Bizim Ali Başkanlarımızdan sağ eləsin Allah Taala. Bu millətin gözü aydın olsun. Bu torpaqlar bütöv oldu. Bütün əziz xalqımızı, millətimizi belə gözəl gün münasibəti ilə təbrik edirik. Bayramımız mübarək olsun deyirik. Bugün bildiyiniz kimi Zəfər günümüz, sabah isə Dövlət Bayrağı günüdür. Və mən də bir Qızıl Qələm mükafatı layiqli, Vətənpərvər şair, Jurnalistlər Birliyinin üzvü, Turan Yazarlar Birliyinin üzvü Nazlı Yazar olaraq hər kəsi səmimi qəlbdən təbrik edirəm. Hər kəsə bayramlı günlər arzu edərək Sevinir Azərbaycan Xankəndim adlı şeirimi buradan hər kəslə bölüşürəm. Bitdi o həsrətlər, bitdi o qəmlər, əlvan gül açacaq solğun çiçəklər. Sevindi Xankəndim ağlar Xocalım, qələmi sevinclə mən ələ alım. Yazım möhtəşəm olan bu tarixdən, çatıb vüsala, qurtulduq niskildən. Müstəqillik günə müjdə verən azad günəşli çıraq Xankəndimdən. Küskün, boynu bükük, qəmli o ellər, közövdə cayır-cayır yanan o ellər. Bir də yanmayacaq, alışmayacaq, hər uca təpədə bir bayraq sancaq. Bənövşədək boynu bükük duyğular, artıq xoş günlərdən sevinç vurğular. Üç rəngli libası əyninə geyib, ay ulduzlu bayrağım göyə ucalar. 2023-cü ilin 15 oktyabrlı bir tarixində könülləri vəsf edən o xoş gündə bayrağı tac bilib öpüb ucaldan müzəffər nər ordulu baş komandan sizlərə yar olsun ulu yaradan. İgid şəhidimin ruhu bu an şad, Azərbaycan bir nur, gülüşü azad. 18 oktyabr müstəqil gündə, tarixdən əmanət zəfərli gündə, qıyvuran qartalım çalacaq qanad, Nazlı Yazar hər eldən yaz adba-ad. Füzuli, Cəbrayıl, Zəngilan, Şuşa, əlvan naxışlı bir incili şüşə. Ağdərə, Qubadlı, Ağdam, Xocalı, qalmaz qəmdən əsər, bayraq ucalı. Gözəllər gözəli gözəl Kəlbəcər, xilaskar igiddən yazım bir əsər. Xocavənd, Laçınım, Xanlı Xankəndim, Qarabağlı yurdum, taclı çələngim, vəsf etməkdən bitməz səni qələmim. Sevinir Azərbaycan, tən vətənim, sevinir Azərbaycan, tən vətənim. Və bugün mən sizə həm də fəxri üzvü olduğum
şəhid ailələri təşəkkür edirəm. Bəli, kadrlardan da gördüyünüz kimi minlərlə insan möhtəşəm paradı izləmək üçün, canlı-canlı şahid olmaq üçün şəhərin mərkəzinə, yəni Azadlıq meydanına axışıblar. Kiçikdən böyüyə kimi hər bir kəs artıq paradın başlamasını gözləyir. Məlumat üçün diqqətinizə çatdırmaq istəyirəm ki, Zəfər paradının rəsmi hissəsində Azərbaycan Respublikasının cənab prezidenti İlham Əliyev, Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın baş naziri Şahbaz Şerif də iştirak edəcək. Tamaşaçılar, arxa kadrlardan da gördüyünüz kimi bütün hərbi texnika növləri paradda öz nümayişlərini edirlər. you.